Dəyərli sahibkarlar və iş adamları. Heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu Azərbaycanda və dünyada ən çox yayılan restoran növündən bəhs olunacaq. Casual dining. Bu restoran növünün, hər hansı bir restoran növünün baş tacı olan konseptdir. Konsept və strategiyası. Bunların hamısı öncədən fikirləşmək lazımdır. Əlbəttə, birinci növbədə dediyimiz kimi mətbəxi təyin etmək lazımdır. Fusion, local fusion və yaxud İtalyan və yaxud hər hansı bir Avropa mətbəxi belə olmalıdır. İkinci növbədə burada konseptin tərkib hissəsi hədəf kütləsizdir ki, burada gənclər, ailələr və digər biznes sahibi olan insanları cəlb etmək üçün. Konseptin də burada başın tacı olan mütləq halda niyə bizi seçsinlər? Biz açdığımız casual dining restoranı. Bu da əlbəttə ki, fərqləndirən cəhətlər olmalıdır. Dad, xidmət, dizayn və s. İki, burada lokasiyadan bəhs olunur, yerləşdirilmə. Əlbəttə, bildiyimiz kimi piyada axını çox olan yerlərdə olsa yaxşıdır. Parkların, hər hansı bir meydanların, yaşayış massivlərinin yanında olsa belə gözəl olardı. Yaddan çıxarmayaq ki, parklanma olsa belə maşınlar üçün, gələn qonaqlarımız üçün əla olardı. 3. Menyu planlaşdırılmasıdır ki, mətbəxin belə hazırlamasını öncədən düşünmək gərəkdir. 20-30-35 itemlər olsa, məhsullar olsa əla olardı. Yaddan çıxartmayaq ki, eyni məhsuldan fərqli yeməklər hazırlamaq lazımdır ki, kost azalsın. Şefə aid olan 3-5 yeməklər, populyar yeməkləri belə təqdim etmək lazımdır. Vegetarian və yaxud light menyu seçimləri də olsa, o da üstünlük təşkil edir. 4. Food cost və qiymət. Əlbəttə ki, faiz dərəcəsi 25-35 dərəcə olmalıdır ki, xeyirə də qala bilsin. Qiymət orta cibə uyğun, lakin yaddan çıxarmayaq keyfiyyətli olmalıdır. Kombo və set menyular belə qonaqlara təqdim olunsa, gözəl nəticə vermək olar. Nömrə 5. Personal. Əlbəttə, gülərüz ofisiant bu yarım uğurun nəticəsidir. Bir zalda belə menecer olsa, əla olardı. Aşpaz nəinki bişirməlidir, həm də standartları da belə əməl etməlidir. Və əlbəttə ki, bunlar hamısı birlikdə gözəl bir nəticə verir.